Hər vaxtınız xeyir. İTV Xəbər efirdədir. Studiyada Ayşən Hüseynovadır. Vaxt daralır. Amerika və İran arasındakı 14 günlük atəşkəsin bitməsinə cəmi bir həftə qalıb. Tərəflər bu müddət ərzində ortaq məxrəcə gələ biləcəklər, yoxsa aprelin 21-i diplomatiyanın son günü olacaq? Əgər heç bir razılıq əldə edilməsə, döyüşlər yenidən başlaya bilərmi? ABŞ və İran arasında elan edilən kövrə atəşkəsin bitməsinə bir həftə qalıb. İslamabad danışıqları nəticəsiz başa çatsa da, hələlik tərəflər arasında yeni görüşün keçiriləcəyi ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Bu isə müharibəyə davam yoxsa sülh sualını bir daha gündəmə gətirir. Ekspertlər baş verənləri tam uğursuzluq kimi qiymətləndirməyə tələsmir. Bir neçə gün ərzində yeni danışıqların başlanacağının elan edilməsi məni təəccübləndirməz. Çünki nəticə etibarilə tərəflərin heç biri bu 14 günlük müddət ərzində danışıqların tam dayandırıldığını bəyan etməyib və hələ də təxminən 8 gün vaxt qalır. Eyni zamanda tərəflərdən heç biri müharibəni yenidən başlatmayıb. Bu səbəbdən baş verənləri tam uğursuzluq kimi deyil, daha çox danışıqlar prosesinin tərkib hissəsi olan taktiki addımlar kimi qiymətləndirmək daha doğru olar. Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın günlərdə ABŞ və İran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmağı planlaşdırır. Məqsəd aprelin 21-də atəşkəs məhdudiyyəti bitənədək sülh sazişinə nail olmaqdır. Lakin qarşılıqlı tələblərin sərtliyi, xüsusilə İslamabadda müzakirə olunan İranın nüvə proqramına 20 illik moratorium tətbiq edilməsi kimi məsələlər razılaşma prosesinin heç də asan olmayacağını göstərir. İrandan istenen taleplere İran'ın sert tepki ortaya koyması, Amerika Birleşik Devletleri'nden istenilenlere de Amerika'nın olumsuz yaklaşmasıyla birlikte İsrail faktörüyle beraber yeniden bir masa kurulsa bile her an yeniden çatışmalara geçilebileceği, ateşkesin çok kırılgan olduğu unutulmaması gereken en önemli husustur. Bütün bu çətinliklərə rəğmən analitiklər hələ də döyüşlərin dərhal yenidən başlayacağına inanmırlar. Onların fikrincə, tərəflər aktiv müharibədən daha çox bir-birinə qarşı təzyiq siyasətini davam etdirəcək. Düşünmürəm ki, yaxın zamanda döyüşlər yenidən başlayacaq. Lakin bu vəziyyətin gərginliyinin azalacağı anlamına gəlmir. Gərginlik davam edəcək. Düşünürəm ki, mövcud vəziyyət onu göstərir ki, ABŞ İrana qarşı təzyiqləri davam etdirəcək. Bu isə o deməkdir ki, hər hansı bir insident çox asanlıqla yeni aktiv hərbi qarşıdurma mərhələsinə gətirib çıxara bilər. Görünən odur ki, yaxın şərqdəki müvəqqəti atəşkəs hələ də böyük təhlükə ilə üz-üzədir. Növbəti bir həftə ərzində diplomatların pərdə arxası fəaliyyətinin uğurlu olub-olmayacağı, növbəti bir həftə ərzində isə diplomatların pərdə arxası fəaliyyətinin uğurlu olub-olmayacağı, tərəflərin güzəştə gedib-getməyəcəyi regionun yaxın gələcəyini müəyyən edəcək.